Salam uşaqlar, demin 20 dənə sınaq var ki, topluda. Ondan demək 3-cü sınağın izahını verirəm. Birinci sual belədir ki, sink oksidlə silisium oksid üçün ümumi olan nədir? Natrium OH reaksiya daxil olur. Demək, natrium OH əsasi hidroksiddir və bu silisium oksid ilə reaksiya gələcək, çünki turş oksididir. Bəs sink oksidlə nəyə görə reaksiya daxil olacaq? Çünki amfoter oksid. Amfoter oksidlər həm turşlara, həm əsaslara reaksiya daxil olur. Buna görə birinci düzdür. Su ilə reaksiya daxil olmur. Bəli, su ilə reaksiya daxil olan metal oksidləri, demək, amfoter metal oksidləri daxil olmurdu. Əsasi metal oksidlərindən qələvi torpaq metal oksidləri daxil olurdu. Qalan metal oksidləri daxil olmur. Ona görə amfoter oksidlər də daxil olmur. Silisium oksid də bizim turş oksididir, ancaq su ilə reaksiya daxil olmayan turş oksididir, qumun tərkibidir. Yəni biz demişdik ki, silisium oksid qumdur və su ilə reaksiya daxil olmur və ona görə də bu da doğrudur. Xlorid turşusu ilə reaksiya daxil olur. Xlorid turşusu ilə sink oksid reaksiya daxil olacaq, ancaq silisium oksid xlorid turşusuna reaksiya daxil olmur. Ona görə cavabımız olur 1 ilə 2. İkinciyə baxırıq. Tərkibində 2 mol X və 1 mol sulfat turşusu olan məhlulları qarışdırdıqda normal duz alınırsa, X hansı maddə olar? Demək, 1 mol sulfat turşusuna baxaq uşaqlar. 1 mol sulfat turşusunda demək 2 dənə hidrogen atomu var. Yəni burada əgər bunun bizə neçə dənə normal duz almaq üçün neçə dənə OH lazımdır? 2 dənə OH lazımdır. Və deyir ki, 2 mol X götürməli. Yəni 2 molunda demək 2 dənə OH olur. Yəni 1 molunda 1 dənə OH olmalıdır həmin əsasın. Yəni bir turşulu əsas olmalıdır ki, demək natrium belə sulfat turşusuna reaksiya girəndə nə əmələ gətirsin? Normal duz əmələ gətirsin. Bunların içərisində natrium hidroksidin bir OH var, bu ola bilər. Barium hidroksidin demək 2 turşulu əsasdır, ona görə bu ola bilməz. Bunu 2 dənə bundan 2 mol götürsək 4 OH eləyəcək, ona görə 2 getmir, 1 doğrudur. Kalium hidroksid də yenə bir turşulu əsasdır, cavabımızın 1-də 3-dür. Kalsium hidroksid də yenə 2 turşulu əsasdır, ona görə də bu ola bilməz. Cavabımız olacaq nə? 1 ilə 3. Üçüncü suala baxırıq. 400 qram 25% X duzu məhlulunun üzərinə M qram demək X duzu əlavə etdikdə 40% məhlul alındı. Yəni M həll olan maddə əlavə edib. Bizim də bir düsturumuz var. M1 omega 1 üstünə gəlinsin 100 M2. Yəni 100 M2 ona görə yazırıq ki, burada 100% tam saf maddə əlavə edib. O da bərabərdir M1 plus M2 demək omega 3-ə. Omega son daha doğrusu yazsaq daha uyğun gələr. Demək, M1 omega 1 400 qram 25%-li. 425-ə vuranda bu eləyir 10.000. Üstünə gəlinsin 100 X, daha doğrusu 100 M yazaq. Sonra M2 yazaq elə bunu. Burada M deyil, ancaq biz M2 ilə işarə eləmiş yuxarı düsturumuzu bərabərdir. Demək, M1-in kütləsi neçə idi? 400 üstünə gəlinsin. M2 və 40%-li. Demək, 400-ü də 40-a vuranda eləyəcək neçə? 16.000 16.000 plus 40 M2. Demək, uşaqlar, buradan 16.000-dən 10.000 çıxanda qalacaq 6.000 bərabərdir və 100 M2-dən də 40 M2-ni çıxanda eləyəcək 60 M2 və onda buradan M2 nəyə bərabər? M2 bərabər olar 100-ə. Yəni cavabımız nəymiş? 100 imiş. Yəni 100 qram. Burada deyir M qram X duzu əlavə edib. Demək, əlavə etdiyi duzun kütləsi neçəymiş? 100-ə bərabər imiş. Yəni bu düsturdan istifadə edirik. Hər kəs yerinə qoyub yazırıq da. Dördüncü testə baxırıq. Natrium hidroksidin suda məhlulu suyun kütləsi hamısında eynidir. Və deyir natrium hidroksidin birinci, ikinci, üçüncü məhlullardır. Deyir məhlulların kütləsi X, Y, Z-dir. Demək, hamısında kütləsi eynidirsə, demək, hansının kütləsi çoxdursa, orada duzun kütləsi çoxdur da. Çünki su hamısında eynidir. Hamısında tutaq ki, burada su A qramdırsa, demək, birincidə deyir ki, Z böyükdür. Z böyüksə, demək, oraya natrium hidroksid çox töküb ki, orada məhlulun kütləsi çox alınıbdır. Və orada da deyir ki, məhlulların qatılıqları arasında doğru münasibəti müəyyən edir. Yəni, hansına duzu çox tökübsə, hansı məhlulun kütləsi çoxdursa, çünki su hamısında eynidir. Demək, orada onun omega daha böyükdür. Yəni, Z böyükdür, yəni 3-cü böyükdür.
x-dan, yəni birincidən, o da böyükdür nədən? 2-dən cavab olur nə? Y variantı. 5-ci testdə baxırıq. Dəmir 3 nitrat verilir bizə. Demək, ferium, NO3, 3 dənə. Demək, burada deyir ki, dissosiasiya etdikdə dissosiasiya dərəcəsi 60%-dir. Maddə miqdarı 0,5 moldur. Məhlulda olan ionların mol sayıdır. Hesablayın. Demək, normalda 100% dissosiasiya edəsəydi 1 mol dəmir 3 müsbət ionu və 3 molda NO3 mənfi ion alınardı. Yəni 1 molundan neçə mol alınardı? 4 mol alınardı. Onda 0,5 molundan nə qədər alınmalıdır? 2 alınmalıdır. Ancaq 2 nə vaxt alınardı? Dissosiasiyamız 100% olsaydı. İndi dissosiasiyamız neçə faizdir? 60%dir. Demək, alınacaq nə? 1,2 mol ion alınacaq. Cavab olacaq D variantı. Bunu düsturumuzdan da dissosiasiya dərəcəsi alfa bərabərdir. M bölünsün böyük M. Bu düsturdan da vurulsun 100% istifadə edib yaza bilərik. Yəni, hər ikisi eyni nəticəyə gələcək sonda. Sonra baxırıq 6-cı testimizə. Eyni mol sayda götürülmüş əsaslardan hansının 1 molunu tam neytrallaşmasına daha çox miqdar mol nitrat turşusu lazımdır. Nitrat turşusu bir əsaslı turşudur. Yəni, bunu demək, kalsium hidroksid götürsək, kalsium hidroksidin 2 dənə OH-ı var və bunun tam neytrallaşdırmaq üçün bizə 2 mol nitrat turşusu lazımdır. Kalium hidroksidin 1 dənə OH-ı var, onun 1 mol nitrat turşusu lazımdır. Alüminium hidroksidin 3 dənə OH-ı var və burada bunu tam neytrallaşdırmaq üçün 3 mol nitrat turşusu lazımdır. Yəni, OH-ın H-ın sayı bərabər olmalıdır da. Sink hidroksiddə də yenə 2 dənə OH-ı var, buna 2 mol nitrat turşusu lazımdır. Natrium hidroksidin isə 1 dənə OH-ı var, buna da 1 mol nitrat turşusu lazımdır. Və buradan gördük ki, C, yəni alüminium hidroksidi tam neytrallaşdırmaq üçün daha çox nə lazımdır? Mol nitrat turşusu lazımdır. 7-ci testə baxırıq. Hidrolizin tipi kationa görə, aniona görə. Biz demişdik ki, maddələr o vaxt hidroliz eləyir ki, onu əmələ gətirən ya əsas ya turşu, duz əmələ gətirən daha doğrusu. İkisindən biri zəif olmalıdır və duzla suda həll olan olmalıdır. Əgər kationa görə hidrolizdirsə, demək duzu əmələ gətirən əsas zəifdir. Aniona görə hidrolizsə, demək duzu əmələ gətirən turşu zəifdir. Birinciyə baxırıq. Dəmir zəif əsasdır. Yəni, qüvvətli əsasımız bizim qələvi torpaq metallarından əmələ gələn əsası idi. Yəni, ona görə də bu olacaq nə? Kationa görə hidroliz. İkinciyə baxırıq. İkincidə də demək kalium karbonatdır və karbonat turşusu zəif turşudur və ona görə də bu da aniona görə hidrolizdir. Elə cavabımız olur nə? A variantı. Əgər duz əmələ gətirən həm turşu, həm əsas hər ikisi qüvvətlidirsə, o deyirdik nə? Hidrolizə uğramır. Məsəl üçün natrium xlorda. Suda məhlulunda elektrik cəryanını keçirdikdə katodda suyun reduksiyası, anodda suyun oksidləşməsi baş verən duzları müəyyən edin. Katodda su reduksiya olunursa, anodda su reduksiya edirsə də uşaqlar, bu demək qüvvətli metalların oksigenli duzlarıdır. Həmçinin demişdik ki, bura maqneziumda, alüminiumda daxildir. Məsəl üçün, bir dənə natrium nitrat üzərində yazım. Demək, natrium nitrat məhlulda elektrolizə uğrayanda bu zamanları qüvvətli metallarda katodda nə çıxırdı? Hidrogen, oksigenli duzda anodda nə çıxacaq? Oksigen və demək duz olduğu kimi qalır. Yəni, burada parçalanan yalnız su olur və demişdik ki, katodda çıxan hidrogen, anodda çıxan oksigen hər ikisi sudan çıxır. Yəni, burada katodda deyir ki, suyun reduksiyası, anodda suyun oksidləşməsi baş verirsə, dedik bu nədir? Qüvvətli metalların oksigenli duzları və yaxud da maqnezium, alüminium da buraya daxildir. Ona görə cavab 1 birinci olacaq və 1 də olacaq 4-cü cavab olur D variantı. Sonra keçirik 9-cu, yox, gəldik neçənci testin izahına. Demək, 9-cu testin izahına baxırıq. 40 dərəcədə həll olunma əmsalı 1000 qram bölünsün litr olan 300 qram 40%li X duz məhlulunda neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlul alınsın. Yəni, 1000 qramdırsa bunun həll olunma əmsalı o deməkdir ki, 1000 qram suda 1000 qram duz həll olur. Bizim də duzumuz, məhlulumuz 300 qramdır və 40%lidir. Demək, 300 qram 40%-də baxaq görək bizim nə qədər duzumuz var. Demək, baxırıq ki, 120 qram nəyimiz var? Duzumuz var. Demək, bizim 120 qram duzumuza nə qədər su lazımdır? 120 qram da su lazımdır. Əgər 300-ün 120 qramı duzdursa, bölürük, çıxır 300-dən 120-ni çıxırıq, qalır 180 qram sudur. Demək, bizə də nə qədər su lazımdır? 120 qram su lazımdır. Demək, 180 qram sudan 60 qram biz buxarlandıraraq ki, suyumuz da nə qalsın? 20 qram qalsın. Ona görə cavab olacaq nə? B variantı. 10-cu testdə baxırıq.
Demək, maddələri doğru adlandırılmışdı. Görək maddələrdən hansı doğru adlandırılmışdı. Birincidə dəmir 3 valentlidir uşaqlar və bir dənə də OH var burada. Demək, adlandırırıq. Dəmir 3 hidroksonitrat, bu dəmir 2 hidroksonitratdır, ona görə səhvdir. İkinciyə də kalsium hidrosulfat, kalsium 2 hidrosulfatdır. Kalsium sabit valentlidir. Bunun valentlinin adını çəkməyə ehtiyac yoxdur. Sabit valentlilə valentlinin adını çəkmək. Dəyişkən valentlilə valentlinin adını çəkirik. İkincidə kalium hidroortofosfat, kalium hidroortofosfat. Demək, bu doğrudur üçüncüdə. Dördüncüyə baxırıq. Burada xrom 3 valentlidir. 2 valentindən saxlayıb OH-ı, 1 valentindən də xloru saxlayıb. Demək, xrom burada neçə valentli? 3 valentlidir. Demək, deyəcək xrom 3 dihidrokso xlorid, xrom 3 demək xrom 3 dihidroksoxlorid. Demək, bu da səhvdir. Cavabımızda niyə belə oldu? Bir dəqiqə, bir də baxaq başdan hansısa. Demək, bir dənə düz çıxdı, 2 dənə əlidir cavablar. Burada dəmirin valenti 2 imiş. Uşaqlar, dəmir 2 hidroksonitrat, düzdür. Birinci düzüymüş, üzr istəyirəm. Birinciyə mən 3 valentli kimi görmüşəm. Ona görə cavab olacaq nə? 1 ilə 3. 1 ilə 3 doğru variant. 11-ciyə baxırıq, hansı ifadələr doğrudur? Nitrat turşusu duz əmələ gətirmir. Nitrat turuş duz əmələ gətirmir. Demək, birinci doğrudur. Çünki bir əsaslı turşular demişdik, turuş duz əmələ gətirmir. Mis xlorid turşusu ilə reaksiya daxil olur. Xeyr, hidrogenindən sonra olan metallar demişdik ki, turşu yalnız qatı duru nitratla və qatı sulfatla reaksiya girir. Ona görə mis xlorid turşusu reaksiya daxil olmayacaq. Bu səhvdir. 5 mol nitrat turşusu ilə 3 mol kalium hidroksid qarşılıqlı təsirində normal duz alınır. Bəli, normal duz alınacaq uşaqlar. Burada çünki bir əsaslı turşular, bir turşulu əsaslardan yalnız normal duz alınır. Yəni mol nisbətdən asılı olmayaraq onlar həmişə reaksiya girəndə necə duz alınacaq? Normal duz alınacaq. Yəni orada bizi çaşdırmasın ki, 5 dənə haşı var, 3 dənə OH var, yox. Bunlar bir turşulu əsaslısa, bir əsaslı turşudursa, bunlardan yalnız normal duz əmələ gələcək. Ona görə bu da doğrudur. Dördüncüdə deyir ki, amonium sulfat üzərinə X gəlib və amonium xlorid alınıb. Reaksiyasında X xlorid turşusu ola bilər. X xlorid turşusu ola bilməz. Nəyə görə? Xlorid turşusu sulfat turşusundan zəif turşu olduğu üçün onu duzundan sıxışdırıb çıxara bilməz. Burada yəqin ki, hər hansı bir duzdur ki, növbəti duzda çöküntü halında alınıb. Ona görə bu reaksiya gedibdir. Cavabımız olacaq 1 ilə 3 D variantı. 12-ciyə baxırıq. 20% natrium hidroksid məhluluna 100 qram natrium OH əlavə etdikdə 36% məhlul alınır. Alınan məhlulun kütləsini hesablayın. Demək, uşaqlar, 12-ci testdən davam edirik. Demək, 20% natrium hidroksid məhlulu verib bizə. Sonra da 100 qram neyinib? Natrium OH əlavə edib və bu zaman məhlul olub 36%. Bilmirik 20% natrium hidroksid məhlulu əvvəlcə nə qədər imiş? X qram 20% götürürük. X qram 20% götürəndə burada olur həll olan maddənin kütləsi 0,2x, suyun miqdarı isə 0,8x olacaq. Sonra üzərinə demək, neyinib? 100 qram natrium OH əlavə edib və 36% olubdur. Demək, normalda düsturumuz belədir. Omega bərabərdir M həll olan maddə bölünsün M məhlul, vurulsun nə? 100%. Biz demişdik, əgər həll olan maddədən əlavə ediriksə, demək, həm sürətə, həm məxrəcə nə edirik? Onun kütləsini əlavə edirik. Demək, məhlul 36% olubsa da, sonraki ikinci qatılığı yazırıq. 36 bərabərdir. Əvvəlcə nə qədər həll olan maddə varmış? 0,2x qədər həll olan maddə varmış. Üzərinə 100 qram natrium OH əlavə edib. Məhlulumuzun əvvəlki kütləsi x qram imiş. Sonra isə 100 qram yenə həll olan maddədən əlavə edib, vurulsun 100%. Demək, buradan artıq bir tənlik çıxır. Sonra bu tənliyi neyinirik? Həll edirik. Qalır, olur 36x üstünə gəlinsin 3600 bərabərdir 20x üstünə gəlinsin 10.000. Buradan da x-ları bir tərəfə yığsaq, qalacaq 16x bərabərdir 10.000-dən 3600 çıxsa, qalacaq 6400. 6400-də 16-ya bölsək, x da nəyə bərabər olar? Buradan 400-ə bərabər olar. Demək, alınan məhlulun kütləsi neçə qram imiş? 400 qram imiş. Cavab olur D variantı. 13-cü testə baxırıq. Hansı duzun suda məhlulun elektrolizində duzun kütləsi dəyişmir? Duzun kütləsi dəyişmirsə, demək, bu qüvvətli metalların oksigenli duzları imiş. Magneziumda, alüminiumda buraya daxil olmaqla ona görə burada aid olur nə? Kalium nitrat. Çünki kalium nitratın elektroliz dənliyində yalnız nə parçalanırdı? Su parçalanırdı.
Ona görə duzun kütlə payı artır su parçalandığı üçün. Yəni omegası qatılığı artır. Ancaq öz kütləsi dəyişmir. Duzun olduğu kimi qalır. 14-cüyə baxırıq. Mis 2 sulfatın suda məhlulu üçün hansı ifadələr doğrudur? Demək, mis 2 sulfatdan danışır. Elektrik cəryanı keçirir. Bəli, suda həll olan duzda elektrik cəryanı keçirəcək. Qələvi mühit yaradır. Xeyr, burada əsas zəifdir. Turşu qüvvəti turuş mühit yaradır. Ona görə zəifdir. Turuş mühit yaranır. Bəli, turuş mühit yaranır. Demək, katyonun sayı deyir, anionun sayından çoxdur. Xeyr, burada bir dənə mis var, katyon. Yəni 1 mol katyon var, 1 mol anion var. Ona görə də bu da nədir? Səhvdir. Düzgün cavabımız olur nə? 1 ilə 3. 15-ci testdə baxırıq. Metal, demək, 3 valentli metalın hidroksidinin nisbi molekul kütləsidir 78-dir. Bu metalın oksidinin nisbi molekul kütləsini hesablayın. Demək, metal OH 3 dənə OH-ımız, birinin kütləsi 17-dir. Üçün kütləsi eləyir nə? 51 bərabərdir 78-ə. Buradan metalımızın A yeri nəyə bərabər olacaq? 27-yə bərabər olacaq. Demək, bu metal da 3 valentli metal olduğu üçün bunun oksidini yazsaq, demək olacaq X2O3. MR-ni bunun tapsaq, 2-yi vururuq 27-yə neçə eləyir? 54. 54-ün üstünə də gəlirik 48'i, çünki oksigenin ayır 16'dır. 3 dənə də oksigenimiz var. O da eləyəcək kütləsi neçə? 102 qram. Cavab olacaq D variantı. 16-cı testdə baxırıq. Hansı maddələr cütünün su ilə qarışdırdıqda eyni maddənin məhlulu alınmır? Demək olar, burada N2O5 ilə nitrat turşusunu əgər hər ikisini su ilə qarışdırsaq, burada nitrat turşusu suda həll olanda nitrat turşusu məhlulu alınacaq. N2O5 də su ilə reaksiya girəndə alınır nitrat turşusu. Yəni yenə HNO3 alınacaq. Ona görə də burada eyni maddənin məhlulu alınacaq. Bizdə alınmayan istəyir. Ona görə bu getdi. İkinciyə baxırıq. İkincidə natrium OH alınacaq. Natrium oksidin su ilə reaksiyasından və bir dənə də natrium OH var. Burada da eyni maddənin məhlulu alınacaq. Sonra burada baxırıq. Burada da yenə alınacaq kalium hidroksid. Kalium hidridin su ilə reaksiyasından. Kalium oksidin də su ilə reaksiyasından kalium yenə hidroksid alınacaq. Burada da yenə eyni maddənin məhlulu alınır. Bizdə alınmayan soruşur. Alınmayan hansı olacaq onda? Yalnız 4 olacaq da. NO su ilə reaksiya girmir. Bu da nitrit turşusudur. Yəni burada başqa eyni maddənin məhlulu alınmır. Ona görə variant olur. Cavab yalnız 4. 17-ciyə baxırıq. Reaksiyalardan alınan normal duzlardan hansının suda məhlulu, hansıları suda yaxşı həll olur? Demək, reaksiyada alınan normal duzlar burada nə alınacaq? 2 qrab demişəm, bir birləşdiririk, 2 ortanı bir birləşdiririk. Demək, 2 qrab bir birləşdirib alınıb nitrat turşusu. Demək, bir də buradan nə olacaq? Alınacaq argentin xlorid. Argentin xlorid necə duzu demişik? Çöküntüdür, suda yaxşı həll olunur. Ona görə birinci variant getdi. İkinci variantda su alıb, yəni 2 mərkəzi birləşdirib 2 qırağı da birləşdirəndə nə alınacaq? Mis sulfat alınır. Mis 2 sulfat alınacaq. Mis 2 sulfat suda çox yaxşı həll olur. Üçüncüdə demək, su alıbsa da burada alınacaq bir də barium nitrat. Barium nitrat, bəli, bu da suda çox yaxşı həll olur. Üçüncüdə alınacaq kalsium ortofosfat. Kalsium ortofosfat demişik ki, çöküntüdür. Suda neynəmir? Həll olmur. Ona görə cavabımız olacaq Y-lə Z. Y-lə Z uyğun gələcək B variantına. 18-ci testdə baxırıq. Euler-Ver diaqramına uyğun bəndləri müəyyən edin. Aniona görə hidroliz, katyona görə hidroliz. Demək, əgər aniona görə hidrolizsə demişdik, burada nə zəif olacaq? Turşu zəif olacaq. Katyona görə hidrolizsə demişdik, nə zəif olacaq? Duzu əmələ gətirən əsas zəif olacaq. Və mərkəzdə də həm katyona, həm aniona görə hidrolizdir. Baxırıq, natrium 2S-də burada H2S turşusuna əmələ gəlir və ona görə də burada turşu zəif olduğu üçün aniona görə hidrolizdir. Demək, bir gedəcək birinciyə. İkincidə amonium karbonat. Burada amonium da zəifdir. Karbonat turşusu zəifdir. Ona görə də həm katyona, həm aniona görə hidroliz ediləcək. Bu gedəcək üçüncüyə. Sink xloriddə burada sink hidroksid zəif əsaslı. Xlorid turşusu qüvvətli turşusudur. Ona görə olacaq bu katyona hidroliz. Ona görə gedəcək 3 ikinciyə. Natrium ortofosfatda da yenə əsas güclüdür. Turşu zəifdir. Yenə bu aniona görə hidroliz olacaq. Bu gedəcək nəyə? 1-ə. Demək, 1-ə getdi 1, 4. Sonra 2-yə getdi 3. 3-ə də getdi 2. Cavabımız olacaq B variantı.
Sonra gəlirik 19-cu testimizə. X qram 40%-li kalium hidroksid məhlulu ilə 200 qram 49%-li H3PO4 məhlulunu qarışdırdılar. Maddələr reaksiyaya tam sərf olunur və normal duz alınır. Aha. İndi buradan baxırıq bizim nə qədər ortofosfat turşumuz var imiş. Biz baxırıq ki 200 qram 49%-lidir. 200-ün 49%-ni tapanda olur 98 qram ortofosfat turşumuz. Və burada da deyir ki 40% kalium hidroksidlə. Biz də kalium hidroksidlə ortofosfat turşusundan əgər normal duz alınırsa uşaqlar, bu zaman demək bunun 3 haşı var. Demək neçə mol kalium hidroksid götürməliyik? 3 mol kalium hidroksid götürməliyik ki, necə duz alınsın? Normal duz alınsın. Və burada 3 mol kalium hidroksid də, demək bu 98 qram imiş, 1 mol imiş və normal duz alınıbsa, demək 1 moluna, yəni bunu 1 mol 98-dir də, elə 1 moluna 3 mol kalium hidroksid gedir. 1 mol kalium hidroksid də 56 olduğu üçün 3 mol kalium hidroksid 3 vurulsun 56 qram kalium hidroksid gedir. Demək 3 vurulsun 56 40%-dir və bizə deyir ki, məhlulun kütləsini tapın da. Yəni bu 40%-li kalium hidroksid məhlulu x qram imiş də, həmin o x-i bizdən istəyir. Demək 3 vurulsun 56 bu şəkildə saxlayıram, yəqin ki, ixtisar gedəcək. 40%-dirsə, bəs 100% olsa bu məhlulun kütləsi nə imiş? X imiş. Demək, burada qalsa 1, burada qalsa 2,5. 2,5-i də 3-ə vursaq eləyəcək 7,5 vurulsun 56. Yəni 7,5-i də 56-ya vursa, demək 7,5-i vursaq 56-ya eləyəcək 420. Yəni cavabımız kalkulyatorunu hesabladım, oldu nə? 420 cavabımız olur D variantı. Sonra gəlirik 20-ci testdə. Demək X-in dəmir sulfat məhluluna reaksiyası da, dəmiri buradan çıxardıbdır. Dəmir əgər çıxardıbsa həmin metal, demək aktivlik sırasında nədən əvvəl yerləşir? Dəmirdən əvvəl yerləşir. Demişdik qələvi metallar ola bilməz. Çünki qələvi metallar bu məhlulda olduğu üçün məhluldakı su ilə reaksiyaya girir və ona görə də o hidroksidə çevrilir. Ona görə də alınan, məsəl üçün natrium olsa, natrium hidroksidlə dəmir 2 sulfat reaksiyaya girir. Burada sərbəst dəmir yox, dəmir 2 hidroksid çıxacaq. Ona görə bu ola bilməz. Plümbium dəmirdən sonra yerləşib, ona görə bu ola bilmir. Mist aktivlik sırasında dəmirdən sonradır, bu da ola bilmir. Cavab olacaq D variantı. Gümüş də həmçinin aktivlik sırasında dəmirdən sonra yerləşir. 21-ci testdə baxırıq, eyni mol miqdarında götürülmüş hansı duzların tam dissosiasiyasından eyni sayda iyon alınır. Biz demişdik ki, duzlar dissosiyasiyaya uğrayanda onlarda indeksarı çıxır. Əmsala yazılır da indekslər. Burada da indekslərin ikisi də 1 olduğu üçün burada 1 moluna 2 mol iyon alındı. İkinciyə baxırıq. İkincidə demək natrium ortofosfatdır. Natrium ortofosfat iyonlara dissosiyasiyanda 3 dənə natrium əmələ gələcək. Çünki indeksində 3 var. Demişdik indeks əmsala qalxır və bir dənə də demək PO4 3 mənfi iyonu olacaq. Burada alınır neçə mol iyon? 4 mol iyon. Sonra ikinciyə baxırıq. Üçüncüyə daha doğrusu baxırıq. NH4 2PSO4-də demək 2 mol nə alınacaq? NH4, yəni amonium iyonu alınacaq və 1 mol da SO4 alınacaq, 2 mənfi iyon alacaq. Burada da 3 mol iyon olacaq. Sonra dördüncüyə baxırıq. Ferrium dəmir 2 xloriddir. Alınacaq dəmir 2 müsbət iyonu və plus 2 mol xlor mənfi iyonu və burada da olur 3 mol iyon. Demək, üçüncü ilə dördüncüdə hər ikisində 3 mol iyon olduğu üçün cavabımız olacaq C variantı 3 mol iyon. Yəni eyni sayda iyonlar alınsın deyir. Sonra 22-ci testdə baxırıq. Bizə oksidlər verib və oksid demək həm turşularla, həm əsaslarla reaksiya girirsə, demək bu necə oksiddir? Amfoter oksiddir. Və sonraki verdiyi oksid isə nə turşu ilə reaksiya girib, nə əsasla reaksiya girib. Demək bu duz əmələ gətirməyən oksiddir. Ona görə cavabımız olur C variantı. 23-cü testdə baxırıq. 49 qram sulfat turşusu və 0,25 mol X demək hidroksidi verilib. Reaksiyada alınan turuş duzun kütləsini istəyir. Bizdən reaksiyada alınan turuş duzun kütləsi. Demək uşaqlar, burada əgər turuş duz alınıbsa bu reaksiyada biz baxıb görürük ki, bu 2 əsaslı turşudur. Bu da 2 turşulu əsasdır. Demək onda bu turşudan mollu miqdarını çox götürmək lazımdır. Demək əvvəlcə reaksiyamızı yazsaq sulfat turşusundan XOH-ın reaksiyasına.
demək burada əgər 1-in 1-ə nisbətindəymişsə bu normal duz alınır. Demək bu 2-nin 1-ə nisbətində götürülübdür. Burada alınıb nə? Turuş duz. Demək onda burada forma belə olacaq. XHSO4, yəni bu 2 valentli olduğu üçün 2 plus. İndi buradan nəyə baxırıq uşaqlar? Buradan baxırıq ki, burada 4 dənə H var, 2 dənə OH var. Yəni 2 dənə OH, 2 dənə H-ı çıxardacaq və ona görə buradan 2 molda su alınacaq. Reaksiya tənliyimizin normal nəzəri tənliyi yazırıq. Hələ bizə verilən rəqəmlərə görə yazmırıq. Əvvəlcə normal nəzəri tənliyə görə duzumuzun kütləsini tapaq görək 1 mol duzumuz neçə qram imiş və yaxud da ki burada yəni 1 mol XOH, 2 mol sulfat turşusu reaksiyasında nə qədər duz alınır, sonra bizə verilən rəqəmlərə görə tapaq. Əvvəlcə burada verilənləri də biz mola çevirsək görərik ki, burada 0,5 mol H2SO4 var, yəni onun molu 0,5-dir və bu əsasın molu isə 0,25-dir. Doğrudan da burada da 2-nin 1-ə nisbətindədir. Yenə buradakı kimi. Demək burada sulfat turşusunun MR 98-dir. 2-yə vursaq 196, üstünə gələk XOH2-dən 1 mol götürülüb, üstə gəlsin 58, bərabərdir. Duzun MR-ni indi tapacağıq, üstünə gəlsin 36 qram da su çıxıb. Demək 196-nın üstünə 58 gəlib, ondan 36 çıxanda burada tapırıq ki, MR bərabərdir. Demək bir dəqiqə hesablayaq, görək neçə eləyəcək. MR eləyəcək 218. Demək 1 mol duzumuzun kütləsi 218-ə bərabər imiş. Bu nə vaxt 1 mol dozumuzun, bu normal vəziyyət, yəni 2 mol sulfat turşusu 1 mol XOH reaksiya daxil olunur. Bizdə indi verilən bu mollara görə deyir ki, duzun kütləsi nə qədər olacaq, yəni alınan duzun kütləsi nə qədər olacaq. Biz burada sulfat turşusuna görə də istəsək XOH2-yə görə də götürə bilərik. Yəni 2 mol sulfat turşusu götürüləndə demək duzun kütləsi olur nə? 218. Bəs 0,5 götürsək, duzun kütləsi nə olacaq? X olacaq. Y deyir özü, elə bunda biz də Y-lə işarə eləyək. Demək 4 yerə böləcəyik də, 4də birini götürsək, demək bölsək, eləyəcək 54,5. Demək alınan duzun kütləsi 54,5 imiş. Yəni bu şəkildə hesablayırıq. Əvvəlcə normal nəzəri tənliyi üçün yazırıq, sonra isə bizə verilən mollara görə tapırıq da duzun kütləsini. Sonra keçirik 24-cü testə. 24-cü testdə mis-2 sulfatın suda məhlul elektroliz zamanı katodda 1 mol maddə alınmışsa, anodda ayrılan qazın həcmini hesablayın deyir. Mis-2 sulfatın əvvəlcə elektroliz tənliyini yazaq. Bu zaman katodda metal, anodda oksigen və məhlulda da nə alınır? Sulfat turşusu alınır. Sonra demişəm ki, anoda görə reaksiyanı əmsallaşdırmaq lazımdır. Anodda çıxan oksigen sudan çıxdığı üçün onun suda olan oksigenlə həmin oksigen sayını bərabərləşdiririk. Sağ tərəfdə bizim 2 dənə hidrogenimiz var, sol tərəfdə 4 dənə, ona görə yox. Burada H2SO4 alınır, uşaqlar üzr istəyirəm, H2SO4 alınır və buraya yazırıq nə? 2 əmsalı. Demək burada sulfat turşusunun qarşısına 2 əmsalı düşür, misin qarşısına düşür nə? 2 əmsalı və bu zaman deyir ki, mis-2 sulfatın suda məhlul elektroliz zamanı katodda 1 mol maddə, yəni katodda 1 mol mis alınır. Katodda 2 mol mis alınanda 22,4 litr qaz ayrılır. İndi deyir ki, katodda 1 mol mis ayrılanda anodda neçə ayrılan qazın həcmini tapın. X eləyəcək, o da nə eləyəcək? 11,2 litr ayrılacaq, oksigen qazı ayrılacaq. 25-ci testə baxırıq. 3 mol natrium hidroksid, alüminium nitratla reaksiyaya girir. Aydın məsələdir ki, burada X-imiz olacaq nə? Alüminium hidroksid. Və deyir X maddəsi üçün hansı ifadə doğrudur? Yəni alüminium hidroksid üçün hansı ifadə doğrudur? 3 əsaslı turşu, 3 turşulu əsaslı, bəli. Suda yaxşı həll olur, xeyir. Amfoter hidroksiddir, bəli. Qızdırıldıqda parçalanır, bəli. Demək 1, 3, 4 nədir? Doğru cavablardır. Sonra keçirik 26-cı testə. Gəlin görə 26-cı testdə bizdən nə istəyir? Demək bizə verib mis-2 oksid, maddə miqdarı 1 moldur və XO2 verib maddə miqdarı 2 moldur. Deyir maddələrin kütləsi 200 qramdır. X-in nisbi atom kütləsini tapın. 1 mol mis oksidin kütləsini MR-ni tapsaq görərik 80-dir. Üstünə gəlsin. X-in mol miqdarını bilmədiyimiz üçün yazırıq 2x plus 2 dənə də oksigen. Onu da 2-yə vurarıq. Neçə eləyər? 64 eləyər. Bərabərdir
Buradan bərabərdir 200-ə. Buradan da x-in bizdən kütləsini istədiyi üçün demək burada 80 üstünə 64 gəlsək neçə edəcək? Demək 2x bərabərdir 200 çıxılsın. 80 üstü 64 gələcək 144. Demək 2x bərabərdir 56. X da nəyə bərabər olacaq? 28-ə. Demək burada x kimyəvi elementinin nisbi atom kütləsi nəyə bərabərmiş? 28-ə bərabər imiş. Sonra 27-ci testə baxırıq. Deyir, uyğunluğu müəyyən edin. Reaksiyalardan alınan duzun tipi turuş duz, normal duz, əsasi duz. Demək, demişdik, turuş duzu o vaxt alınırdı ki, H-ın sayı çox olsun. Birinciyə baxırıq. Demək, 3 OH var, 2 H var. Demək, burada necə duz alınacaq? Əsasi duz alınacaq. Demək, A variantı gedir 3-cüyə. Sonra 2 mol natrium OH, 1 mol H2SO4. Demək, 2 OH var, 2 dənə də H var. Demək, burada necə duz alınacaq? Normal duz alınacaq. Bu da gedəcək B-yə. 1 mol kalsium OH, 2 mol da. Demək, burada 2 OH var, 6 dənə də H var. Demək, buradan alınacaq turuş duz. Gedəcək C-yə, çünki H-ın sayı çoxdur. Üçüncüyə baxırıq. 1 mol kalium OH var, 2 dənə də H var. Demək, 1 OH, 2 H. Demək, bu da alınacaq turuş duz. Bu da gedəcək yenə D birinciyə. Sonra Y variantına baxırıq. 2 OH var, 2 dənə də H var. Demək, burada da nə olacaq? Normal duz alınacaq. 28-ci testə baxırıq. Demək, 28-ci testdə bizə maddə verib. Deyir, beynəlxalq nomenklaturaya əsasən adı natrium dəmir 3 sulfatdır. Demək, natrium dəmir 3 sulfatdırsa da uşaqlar, demək, natrium, ferrium, bir də yazırıq SO4. Natriumun valenti 1-dir, dəmir 3 valentli edilsə, deyir 3-dür. Demək, bu ikisinin valenti birlikdə elədi 4. SO4-ün isə valenti neçədir? 2-dir. Bunun üçün ortaq bölünən neçə tapırıq? 4 tapırıq. 4 4-ə bölürük. Yəni, bu metallara heç bir indeks düşməyəcək. Ancaq SO4-ü mötərizə alacaq. Bura düşəcək nə? 2. İkinci maddəni isə biz adlandırsaq, alınacaq maqnezium hidrokso sulfat. Demək, maqnezium hidrokso sulfat adı. Yəni, bunu da bu şəkildə adlandırarıq. 29-cu testə baxırıq. 29-cu testdə natrium sulfatla barium xlorid məhlulları arasında gedən reaksiyanın molekulyar tam iyon və qısa iyon tənliyini yazın. Yazırıq natrium sulfat, üstünə gəlinsin barium xlorid, alınır barium sulfat, bir də natri xlorid. Sonra bu molekulyar tənliyidir. İndi tam iyon tənliyi yazaq. Tam iyon tənliyi demişdik ki, suyu, qazı, çöküntünü biz iyonlara ayıra bilmərik. Demək, burada düşəcək. Buna 2 əmsalı, qalan heç nə düşməyəcək. Demək, 2 dənə natrium müsbət iyonu plus SO4 2 mənfi iyonu üstünə gəlinsin. Barium 2 müsbət iyonu plus 2 xlor mənfi iyonu. Barium sulfat çöküntü olduğu üçün iyonlara ayırmayacaq. Yazacaq barium SO4 şəklində və 2 natrium müsbət iyonu plus 2 xlor mənfi iyonu. Natriumlar neynəyəcək? İslah olunacaq. Xlorlar da neynəyəcək? İslah olunacaq. Qalacaq barium 2 müsbət plus SO4 2 mənfi və alınacaq nə? Barium SO4. Demək, birinci molekulyar tənlik, ikinci tam iyon tənlik, üçüncü isə nə oldu? Uşaqlar, qısa iyon tənliyi. 30-cu testə baxırıq. Sink lövhəsini dəmir 2 sulfat məhluluna saldıqda, demək, sink lövhəsidir. Dəmir 2 sulfat məhluluna saldıqda bu zamanları sink aktivlik sırasında dəmirdən əvvəl yerləşdiyi üçün onu neynəyəcək? Sıxışdırıb çıxaracaq dozundan. Onun kütləsi 4,5 qram azalmışdır. Reaksiyanın tənliyini yazın. Reaksiyanın tənliyini yazdıq. Reaksiya sərf olunan sinkin kütləsini hesablayın. Əvvəlcə görək normal nəzər tənliyimiz üçün kütlə nə qədər azalır. Bunun kütləsi 65-dir. Dəmirin kütləsi də 56-dır. Demək, 65-dən 56-nı çıxsaq, kütlə neçə qram azalır? Kütlə azalır 9 qram. Demək, 9 qram azalır. Əgər 1 mol reaksiya sink daxil olursa, bizə də demək, reaksiyaya sərf olunan sinkin kütləsini istəyir. Yazırıq ki, 65 qram sink reaksiya daxil olursa, bu zamanları kütlə 9 qram azalır. 4,5 qram kütlə azalması baş verirsə, onda olacaq nə? X
O da bərabər olacaq nə 65-i 2-yə bölsək. Demək neçə eləyər? 65-i bölsək 2-yə 3 32,5. 32,5 demək 32,5 qram sinkneyləmişdi. Reaksiya daxil olmuşdur.